Qara boya ilə o yanları Saçı bağlayıb qaraldır, gəlmir saçı. dibdən aşağıdır. Bəli, amma dibləri təzəli, yeni çıxıb gəlmir. Diblər yeni çıxıb. Bu qədər. O qədər. Buradan aşağı asitliyə Bəli. ən səhv fikir asitliyə olunmuş saçları qara boya ilə bağlamaqdır. Siz asitliyə ilə bir udar vurursunuzsa, ikinci udarı qara boya ilə vurursunuz. Əslində asitliyə qorxulu bir şey deyil. Sadəcə olaraq məsələ orasındadır ki, düzgün ustanın əlində olasınız və o ustanın məhsulu düzgün şəkildə olsun. Yəni, keyfiyyətli olsun. Bu salon sferasında yenə baxacaqsın inşallah. Əvəzdən uğurlarınız bol olsun. Mən sizə bunu deyərlərəm. Ümumiyyətcə, ustaların, mənim ilk sözüm həmişə ustaya, yeni başdan ustalara. Nə iş görürsünüzsə keyfiyyətli iş görməlisiniz. İşinizdə yüksək səviyyədə olmalıdır, işlədiyiniz məhsullar yüksək səviyyədə olmalıdır, tərkib təhlükəsiz olmalıdır ki, ən azından başqalarına da ziyan olmayasınız və öz sağlığınıza da ziyan olmayasınız. Ona görə ucuz məhsullardan qaçın. Bu birinci tövsiyə. Niyə? Çünki ucuz məhsulların tərkibində ucuz ingrediyentlər var. Yəni, bəzən ustalar fikirləşir ki, tək onun keyfiyyətindən görədir məhsulun qiyməti. Xeyr. Onun tərkibinin birinci növbədə təhlükəsizliyinə görə, tərkib ingrediyentlərinə görə, orada istifadə olunan ingrediyentlər hansı səviyyədədir, hansı keyfiyyətdədir, o ona görə ölçülür. Bundan əlavə, keratin. İndi bu dəqiqə, hal-hazırda bizim Azərbaycanda istifadə olunan əksər keratinlər çoxsu əvvəllər, yəni ta bu günlərə kimi hamı klasik keratinlərdən istifadə edir. Hansı ki, saçın Brazil olsun, klasik keratin nəyə deyilir? Mən ona vəzə deyim. Klasik keratin deməli saçın üst təbəqəsindən işləyir, yəni kitukula səviyyəsindən işləyir. Deməli, amma indi müasir texnologiyanı hazırlamış, nanotexnologiyanı hazırlamış məhsullar işləyir saçın korteks səviyyəsindən. Onu bəzən də bəzi yerlər adlarını Sevda xanım bilirlər ki, molekulyar, ömürlük falan filan, o söhbət yoxdur. Ömürlük deyilən şey də yoxdur, molekulyar deyilən şey də yoxdur. Onun adı ya nanoplastikadır, ya feminoplastikadır. Hansı ki, saçın korteksindən işləyir, yəni saçın orta təbəqəsindən işləyir, onun adını qoyurlar bu kimi bir şeylər. Yəni, marketing. Bilirlər. Hər məhsulun özünün adı var. Məsələn, bu məhsul taninoplastiyadır. Filobiotanin, filoflavin adıdır. Filobiotanin. Niyə bu fərqlidir? Məhz klasik nanoplastikalardan. İndi ən çox bu dəqiqə iysiz, qoxusuz deyə işlədiyimiz Azərbaycanda məhsullardan biri nanoplastikadır. Klasik nanoplastika. Yaxşıdır, əladır. Amma buna ki, yəni bu məhsula çatana ki, əladır. Amma bu məhsulla bir tərəziyə qoysa, xeyr. Niyə xeyr? Mən onu sizə izah edeyim. Dünyada bir nömrəli sastadır. Bu sastadır. Tərkibinə görə, təhlükəsizliyinə görə. Məsəl üçün, Amerikadır, Avstraliyadır, sonra Kanadadır və bir çox ölkələrdə ümumiyyətcə klasik keratindən tutmuş klasik monoplastikalar kimi qadağan olduğu halda yeganə icazə verilən məhsuldur. Yəni istifadəsinə icazə verilən məhsuldur. Bunun da səbəbini mən sizə izah edeyim, əsas səbəblərindən biri nədir? Məsələn, klasik monoplastikalar iyi qoxu yoxdur. Tamam. Biz onu saça tətbiq edən zaman heç bir iyi qoxu yoxdur. Əlcəkdən istifadə edirik amma, məsələn. Amma onu quruduruq ki, ona 200 dərəcədən yuxarı istilik veririk. Orada olan aldegid maddələr, formaldegid olmur onda. Aldegid olur. Aldegid maddələr avtomatik olaraq buxarlanma zamanı çevrilir formaldegid maddələrə. Formaldegid əsas maddələrə o buxarda siz uyursunuz. Amma bunda elə deyil. Bunda nə formaldegid, nə aldegid olmadığına görə o proses baş vermir. Ondan əlavə, digər bir fərqi. Misal üçün, biz klasik nanoplastikaları istifadə edə bilirik toka natural saçları. Deyək ki, onu bu tip saça işləsək, 5 gün sonra bu sıxanına parik lazım olacaq. Yəni, 100%.
Amma bu məhsulda biz onu işləyə bilirik, olmur. Lüboy saçar. İstəyir asitli onu saçar, istəyir natural saçar. Digər fərqi. Klasik monoplastikalar, mən klasik keratinləri qoyuram qırağa, onun barədə məlumat verəcəm sizə. Klasik monoplastikalar, deməli, saçın korteks səviyyəsinə oturur, orada disülfit bağlarını qırır və biz onu ütü ilə öz üsulumuzda şəkilləndirmə veririk saça. Amma tanenoplastikada korteksə oturur, orada boşluqları doldurur, həmin o korteksdəki boşluqları doldurur və struktura üzərində yeni struktura yaradır. Və biz o strukturaya şəkillənmə veririk, ütü ilə düzləşmə. Yəni, bu deməkdir ki, biz bununla disülfit bağlarını qırmadan açırıq. Yəni, saça zədə vermədən. Disülfit bağları qırıldı, saç zədələndi. Düzdür? Amma bununla disülfit bağlarını biz qırmırıq. Nabarot, o strukturanın üzərinə yeni struktura yaradır. Və saçları işləyən zaman, əziz ustalar, deməli, saçlar işlənilir, deməli, elə bir texnika ilə işləməlisiniz ki, saçın strukturasına görə hərəkət edəcəksiniz. Burada sizin ütünüz %100 olmalıdır, keyfiyyətli. İndiki müasir texnologiyanın hazırlanmış məhsulları siz məsəl üçün keramik ütülərlə ütüləyə bilməzsiniz. Yalnız və yalnız işləyə bilərsiniz titanium ütülərlə. Bəli, 100%. Keyfiyyətsiz ütülərlə. Dünənlərin məndən bir deməli, sifariş verirlər. Brown istəyirsən. Brown yaxşı deyil.